Zelenski Belarusun müstəqil Zerkala mediasına verdiyi geniş bir müsahibəsində müharibənin ilk günlərində baş verən və indiyədək gizli qalan bir sensasiyalı detalı açıqlayıb. Zelenski Belarus lideri Aleksandr Lukashenkonun ona həmin vaxt zəng edərək özünü müdafiə etməyə çalışdığını bildirib. Onun sözlərinə görə Rusiyanın geniş miqyaslı hücumu başladıqdan qısa müddət sonra Lukashenko ona zəng edib. Ukrayna lideri həmin vaxt Belaruslu həmkarına sərt reaksiya verdiyini də qeyd edib. Mən ona birbaşa dedim ki, Belarus artıq təcavüzün ortaq tərəfidir. Çünki raketlər sizin ərazinizdən atılır. Rusiya qoşunları sizin torpaqlarınızdan daxil olur. Zelenski əlavə edib ki, Lukashenko cavabında vəziyyətə nəzarət edə bilmədiyini deyib və üzr istəyib. Müsahibənin ən diqqət çəkən məqamı isə Lukashenkonun Ukraynaya verdiyi dırnaqarası bir növ məsləhət olub. Zelenski iddia edib ki, Lukashenko Ukraynanın cavab zərbəsi endirməsi üçün Belarusun strateji obyekti olan Mozır neft emalı zavodunu nişan verib. O sanki günahını yumaq üçün bizə belə bir təklif etdi. Cavab olaraq Mozır zavodunu vuraq. Ukrayna prezidenti bildirib ki, hərbi komandanlıq bu zərbə imkanını müzakirə etsə də sonda imtina edilib. Biz həmin zavodu vurmadıq. Çünki Kremlə Belarusu tam miqyaslı şəkildə müharibəyə sürükləmək üçün bəhanə vermək istəmirdik, deyə Zelenski əlavə edib. O həmçinin vurğulayıb ki, Rusiya Belarus istiqamətindən istifadə etməklə Ukrayna ordusunun qüvvələrini parçalamağa və şərq cəbhəsini zəiflətməyə çalışırdı. Bu açıqlamalar Minsk və Moskva arasındakı qardaşlıq münasibətlərinin pərdə arxasında nələrin yaşadığına dair ciddi bir suallara səbəb olub.